Əgər sən ismin sifətin xüsusiyyətini daşımasını, sifətləşməsini bilmirsənsə, bu testi eləyə bilməyəcəksən, səhv cavab alacaqsan. İdarə rəisi dəri plaşını geydi deyir, eləmi? Baxın, deyir ki, dəri sifətdir, adi dərəcədədir. Dəri plaş deyib necə plaş desən, buna nə deyəcəksən? Sifət deyəcəksən, deyəsən ki, hə, müəllim, bu doğru cavabdır, bunu götürmürəm. Səndən də səhv fikir istəyir də götürmək, eləmi? Səhvi götürmək istəyir. Amma uşaqlar, biz bilirik ki, dəri plaş, saxsı qap, qızıl üzük, pambıq parça, yun corab, dəmir qapı. Bu tipli birləşmələrin hamısında birinci tərəfdəki bu söz isimdir. Nə baş verib? Sadəcə ismin önündə gəlib. Necə ki, sifət isimdən öncə gəlib, onun əlamətini, keyfiyyətini bildirmirdi. İsim də elədi də, isimdən öncə gəldi, onun əlamətini bildirdi. Ona görə necə sualına cavab verdi, onun xüsusiyyətlərini götürdü öz üzərinə. Amma bu onun nitq hissəliyində dəyişmir ki, yenə də isimdir. Ümumiyyətlə uşaqlar, nitq hissəsini yoxlamaq istəyirsənsə, bunu cümlədən çıxardacaqsan. Cümlədən çıxardacaqsan. Ayrılıqda, təklikdə sual verəcəksən. Dəri nə? Dəri. Nədir bu? İsim. Belə. Bu qədər sadə. Cavab E variantıdır. Çünki dəri sifət deyil.